Bakıda bəzi yaşayış evlərinə mülkiyyət hüququnu təsdiq edən sənədlərin kupçanın verilməyəcəyi açıqlanıb. Bildirilib ki, yüksək təzyiqli qaz xəttlərinin, eləcə də dəmir yolu zolaqlarının mühafizə ərazilərində inşa edilən tikililərin sənədləşdirilməsi qanunvericiliyə əsasən mümkün deyil. Bu qərar həmin ərazilərdə uzun illərdir məskunlaşmış vətəndaşların gələcək taleyi ilə bağlı suallar doğurur. Ekspertlərin fikrincə sözügedən tikililər təhlükəsizlik baxımından riskli zonalarda yerləşdiyi üçün dövlət bu ərazilərdə mülkiyyət hüququnu tanıya bilməz. Hal-hazırda ölkə ərazisində daha çox, paytaxt Bakı və Abşeron ərazisində isə 500 minə yaxın çıxarışsız fərdi yaşayış evləri var ki, onların bir hissəsi də qadağan olunmuş ərazilərdə inşa olunmuş fərdi yaşayış evləridir. Qadağan olunmuş ərazilərdən daha çox mühafizə zolağının pozulmuş və həmin ərazilərdə inşa olunmuş fərdi yaşayış evləri mühafizə zolaqlarını pozduqlarına görə həmin ərazilərə çıxarışların verilməsi mümkünsüzdür. Lakin təcrübəyə baxsaq, Laçın şəhəri inşa olunarkən yüksək gərginlikli elektrik xəttləri hər bir yeraltı aparıldığına görə həmin təcrübə ölkənin digər ərazilərində, xüsusən paytaxt Bakı şəhərində də tətbiq olunarsa, yəni kommunikasiya xəttləri yeraltı aparılarsa, artıq bir çox ərazilərdə qadağan olunmaz statusu aradan qaldırılar və həmin ərazilərə çıxarışlar verilməsi mümkün olar. Faktiki olaraq yüksək gərgin elektrik naqilləri, dəmir yol xəttlərinin neytral məsafəsi və digər kommunikasiya xəttlərinin üzərlərində və yaxınlarında tikilmiş fərdi yaşayış evlərinin sənədləşdirilməsi mümkünsüzdür. Gələcəkdə hər hansısa bir qəza baş verərsə, artıq orada böyük bir tələfatla nəticələnə bilər. Vətəndaşların belə deyim də, daha öncədən tikmiş olduqları fərdi yaşayış evlərinə ya sənəd verilməlidir və ya həmin belə deyək də, həmin torpaqlar dövlət hesabına zolaq olaraq götürülməklə onlara alternativ torpaq sahələri təqdim olunmaqla fərdi yaşayış evlərinin tikilməsi üçün köməklik göstərilməlidir. Çünki artıq fərdi yaşayış evinin tikilməsi və orada vətəndaşın kommunal xidmətlərdən istifadə etməsi, eləcə də artıq orada özü üçün bir sosial şəraitin düzəldilməsi, mənzil şəraitinin düzəldilməsi, bu dövlətlə vətəndaş arasında bir ictimai müqavilə formasında sanki dövlətin vətəndaşın mülkiyyət hüququnu tanınmasına belə deyək də bir hüquqi baza formalaşdırır. Mütəxəssislər vətəndaşlara ev alarkən və ya tikinti apararkən ərazinin hüquqi statusunu və təyinatını əvvəlcədən araşdırmağı tövsiyə edirlər. Havar Şəfiyeva, Leyla Səməndər, Yeni Azərbaycan TV.